Bismillahirrahmanirrahim. Mən də Oruç Rızazadə 1324 də tarix təvəllüdümdür. Ola hüzurdan 80 illər, 80 təqribən bəli. Bəli, az elimiz mən o zaman ki mən gəldim bu işin üstünə. 55 il bundan qabaq. Burada izdivac elədik. Qeynətam bu işin üstündəydi. Deyirdi ki, mən 50 ildir bu işin üstündəyim. Yəni buradan çörək yaparıq. Bapandelərimizi əlimizdə saxlayırıq. İstifadə aparırlar. Da idamə verdik az elimiz ulan. Da ondan bu tərəfə də biz elə işimizin üstündəydik. Daim elə sataldıq, alardıq. Da İnqilaba 12 dəqiqalanda bir ağa gəldi cənabız kimin bura. Diyorum, dedi ki, bunlar kimlər çoxuyur? Dedim, bunlar dəsti çoxuyurlar evlərdə. Bir yerdədirlər, dedim, bir yox. Hər kim öz evində aparır, çoxuyur, gətirir. Bizə pulun adilərini verir, bizdən cinsin təbir alırıq, bu cür. Elə o cür idarəmimiz oldu. Ondan sonra həmin bu terəndən gələn ağa gəldi bizdən. Dedi ki, burayı yayda kimə satsınız bə? Dedim, yayda fırışımız olmaz. Yəni 3 ay döydə biz elə bir kart olmarıq, amma biz insə alarıq da qüdrətimizə görə. Dedi, siz bunları həmin əvvəl kimi necə alardıq qışda o cür alın. Biz gəldik saydan 3 aya, sizin cinsinizin pulun veririk, aparırıq. Bəli. Mən də himayət idi də. Bəli. İttifaqən 3 ayda mən bunları dedi, alcına. Ha məni Dövlət tərəfindən, sənaye dərs tərəfindən yollayıblar Tehrandan. Çox qəşəng. Bəli. Ha biz bunları aldıq. 3 ay sonra dedim ağa təşkil etdi. Dedi, cinsilərimiz hazırdır, dedim bəli. Cinsilərimizi apardım, təbrik verdim. Görüm, o zaman. Burada da gəldilər, çəkində buranın sənaye dərsindən yazdı. Bir də xanım yazdı, məsullar idi. Bizim pulumuz verdi, dedi, idaməsini ver ki, ha, ötürmə, ha, yatırtma bu işi. Bu iş qalsın. Çünki əl işidir, zəhmət çəkirlər. O zəhmət çəkirlər də bundan 5 min pul aparırlar. Siz də bundan sonra yeyirsiniz. Bu barədə mən gene bu işe idamə verdim. Buranın cinsini yağ aldım. Dubara 3 ay sonra gəldilər. Həmin cinsi gene apardılar. Dedik gene də əgər qışda bizə cinsiz yetirsə, biz gəlib alırıq. Dedim yox, qışda müştərimiz var. Ətrafa aparırlar. Bu idamamız oldu. Onlar da bu tərəfdən burada inqilab oldu. Onlar da gəlmədi də bizim tərəfimizə. Elə o da vaqəən çox himayət elədilər bizə. Yəni özüm çox dilxoş idum. Onların himayətindən, yəni həm istifadə aparırdım, həm də bafəndələrin boş qalmıyordum. Bu hesablar var. Biləxərə neçə dənə də xanəvadiyə çörək yedirdik. Bəli, o zaman çox bəli. Zəhmət çəkidilər, toxuydular. Ondan bu tərəfə deyirəm elə. O zaman da bafəndə çoxudur, xoyda çoxudur. Mən də alınır deyib və ümdə də aparırdılar. Tehrana aparırdılar, Şiraz tərəf. Hər şəhərə, hər ustana aparırdılar. Az elimiz orada, tabi 10 il bundan qabağa kimi. 10 il bundan qabaqda xırda bu bir tıqqılı azaldı. Qədim bafəndə üçün alan olmadı. Bəli, bu maşını vəsail çıxdı. Maşını vəsail. Bəli, karxanalar çıxdılar. Bizim işimizdə bir tıqqılı baxan az oldu. Müntə müştərilərimiz, bafəndələrimiz dağıldılar. Dağılandan sonra mən buradan 20 dənəsinin yaxşı toxuyanlarını saxladım. Ki, neçə illərdir bizimlə bafəndədir. Məsələn, əzimlə bunları toxuyanlardan. Onları toxuyanlardan. O zoruplar, yaxşı vəsailə ki, var ələn şanımıza, bunları toxuyanları mən saxladım. Niyə saxladım? Bələn ki, həm onların duayı xeyri bizə həmi çörək gətirirdi, onların duayı xeyri ilə zəhmət çəkirlər, gətirirdilər. Biz də bunları satacaq müştərimiz vardı. Yolluyduk, gedirdi, bəli. Elə bu şəraitdə feylan hala ta büyüyünə kimin 15 dənə gənə bafəndəmiz var. Mən gənə əvvəl Allah, ikincisi onların çörəyini yeyirəm. Onlar zəhmət çəkirlər, toxuyurlar, gətirirlər. Mən də bafəndəm var. Belə müştərim və ətrafda şəhristanlardan istəyirlər. Bu şəraitdə feylan biz elə hələ bu cürə bəli. Amma onları ötürmərəm. Onlar da mənə daim duaqudurlar. Bafəndə ki, səhər bu cinsi gətirib mənə bunları, bu cürəpləri var. Bəli, bunları var. Mənə bir dünya duaqu olub, deyiblər, sənin sayəsindən biz çörək yaparıq. Deyirəm, Allahın sayəsindən. Bu şərait feylim var hələ. Allah sizdən razı olsun. Çox sağ olasın. Hacı Akıllən buyurun ki, vaqəən bunun faydası, mən orada çünki bilirəm, bir dələnc qışla ağrıyır, qolla ağrıyır, məxsusən bədən ağrılar vardır.
bu pəşmi cinslər üçün təbii və orqanikdirlər və vaqəən bədənə də xeyri vardır. Bəli. Buyurun olaydan. Fövqəladə. Bizim eləm bu cinslərimiz ki, ya bizim şəhrimizdə təqribən 105 nəfər bu istifadə edir bundan. Bəli. Bizim 195 cinsimiz şəhristanlara gedər. Hamısı da alanlar deyirlər ki, bunları biz alırıq bədən ağrısından ötürü, Bəli. qıç ağrısından ötürü. Məxsusən Təbriz və Bəli. Tehranın özü, Tehranın özündə müştərimiz var. Deyir, bizə gəlirlər deyirlər, qıçımız ağrır, qolumuz ağrır, ya başımız ağrır, böyük. Bunlar istifadə edirlər rejimimizdə. Rəsmi istifadə edirlər, amma çox az da bizim əzələdim şəhrimizdə 105 nəfər ancaq olar. Qədim zaman yadıma gəlir ki, özümüz uşaq idik, yəni bir qolu əlcəhsiz, ya dəstkeşsiz, Bəli. böhsüz, bir qolu deyirlər ki, yün corabsız heç getməzdik mədrəsəyə. Bəli də bunlar da hamısı var, onlardan saxlamışam. Saxlamışam onları, bəli. Yavaş-yavaş bu karxanaların gəlməyi. Bunları beynən apardı. Bəli, elə xanavadələrdə də mənim yadıma gəlir ki, çox. mamam özü bizə şal toxuyardı, əlcək toxuyardı, bir qolu məruf deyirlər, buluz toxuyardı, hər nəmə toxuyardı. Hacı abi, buyurun kullən qədimdən indini də biraz müqayisələn. Düzdür, indi iqtisad dünyada hər yerdə xarab olubdur, bu vəziyyəti bahalıq olubdur, müşkilat iqtisadı gəlibdir, təvərrümlər gəlib bahalıq olubdur. Bir müdar qədimin müqayisələn, indi də cavan istəyir və qolu məruf təzə zindəqanlıq başlıyor, kulli müşkilatı vardı. Qədim zaman təqribən bir dənə məsələn nəfər cəsədi sinyacı şadlıq eləsəydi, məsələn bu işi ögəşə, məsələn, neçə verərdiniz? Ya məsələn, nə həddinə adam keçinə bilərdi o zaman? Bizim əzəlimiz Rıza, bizim yanımızda işləməzdilər bunlar. Bəli. Bunlar hamısı evlərində işləyərdilər, əlindəki idaməsi var. Bəli. Mən əlində bunları mənim 15 dənə bafında daimi saxlamışam. Yəni yay, qış, bunları qüdrətimə görə qoymuram sinsisinlər. Əvvəl Allahın da sayəsindən olan sinsilərini də mən rədd edirəm, gedər, sataram şəhristanlara. Əzəlimizi. Bu şəraitdə bir şeyimiz yoxdur ki, məsələn, kələlər bizdən işləyirlər, amma istifadə aparırdılar. Mən tamam indi biraz bu məvaddımız bahalaşıbdır. Bir zaman bunlar mən 100 tümən, 1000 tümənə satardım kilosun. İndi olub 700 min tümən kilosu. O şəraitdə bəli, həmin bu cins, həmin Kureyə Cənubudan o zaman da gələrdi. Amma o zaman 100 min tümənə satardıq. 1000 tümənə kimi. İndi mən qiyməti varlar. Əzəlin bu şəraitdə bu deyil, feyrin keçinirik, əlhəmdülillah. Ələn toxuyanlar da, mənə toxuyanlar əlbəttə, mənim müştərilərim. Məndən razıdırlar, mən də çox xoşal oldum bizim dəqanlığımda. Derim, Kuraya səs yazarmışıq. Allah həmin. Mən təşəkkür edirəm sizdən, məhəbbət elədiniz, lütf elədiniz, bizi qonaq qəbul elədiniz. İnşallah günə-gün olsun, be qolu bayramlarda, cəşnlərdə, be qolu uşaqlarınızın toyunda ba həm olaq, doğru həm yığışaq və səlamətliklə siz nəvələrinizin də toyunu inşallah görəsiniz. Çox sağ olasın, məmnunum sən ağalığızdan. Təşəkkür edirəm axırda tamamiyə binəndələrimizdən, əzizlərimizdən ki, bizlə yol bir oldular, bu bərnamədə bizlə həmrah oldular. Ümidim vardır ki, həmişə biz gözəştəmizi, sənaye dəstimizi, adab rüsumumuzu, fərhəngimizi hifz eləyək və ərziş qail olaq buna. Əzizlərdən istəyirəm, əgər sözləri, soruları, intidadları, pişnahadları bərnamələrimizdə olsa, həttəmən bizə bir komment yazsınlar və bizim kanalımızda subscribe eləsinlər və bizimlə həmrah olsunlar inşallah. Sizin hamınızı Allaha tanışıram. Gələn bərnaməyə kimi əgər bir xas şoğlu da nəzərinizdən geçir ki, qədim şoğullardan bizim yadımızdan çıxıb, həttəmən kommentlərdə yazın, bizə yollayın və biz həttəmən gedəcək qalıca və bu bərnaməni zəbt edir. Bu bərnamə öz şəhrimizə, öz istanımıza, öz məmləkətimizə razı edir və fərhəngimizi, adab rüsumumuzu, sünnətlərimizi hifz eləyək. Hamınızı Allaha tanışıram. İnşallah sağ və Mən də Cənabımızın bizdən buzluqlarımızdan iftixar elədim. Söhbətlərimizdən mən istifadə elədim. Tüm bağdavatımızı. Çox lütfü. Ağalıq lütf edir təşkilatmışsınız. Ağa səlamətliklə inşallah. Çox lütf eləmişsiniz, məhəbbət eləmişsiniz. Səlamətliklə Allahın əmanında.